Bakı yollarında intensiv hərəkət olan ərazilərdə hamımızın öyrəşdiyi düz yol xətləri silinərək yerinə qəribə, əyri-üyrü cizgilər və dairəvi formalar çəkilib. Rəsmi qurumlar bunu yolları müasirləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədi ilə etsələr də, reallıqda sükan arxasında olan hər bir sürücü bu vəziyyətdən şikayətçidir. Mən Gənclik tərəfdən gəlirəm şəhərə, Səməd Vurğunla düşürəm aşağı və görürəm ki, orada çox çətindir. Çünki sən bir maşının arxasında davam edirsən hərəkəti və birdən-birə o maşın sağa dönür. Sən də yolun ortasında qalırsan ki, bilirsən ki, bu zolaq yalnız sağa dönür. Məcbur olursan ki, naruşeniya edirsən. Yollar sanki uşaqların rəsm alonuna və ya oyun meydançasına bənzəyir. Düz getməli olan sürücü davamlı olaraq yerdəki qeyri-adi xətlərə baxıb yolu itirməməyə çalışır. Bu da insanın gözünü həddindən artıq yorur, diqqətini dağıdır və qısa məsafədə belə sürücüdə güclü stres və əsəb yaradır. Üstəlik düz yolla rahat getdiyiniz yerdə qarşınıza qəfildən əyri bir xətt çıxır və hərəkət etdiyiniz zolaq anidən daralır. Belə məqamlarda sürücü maşını qəfil sola və ya sağa qaçırmaq məcburiyyətində qalır ki, bu da arxadan gələn digər avtomobillər üçün gözlənilməz olur. Nəticədə qəfil tormozlama bəzən ciddi yol qəzalarına yol açır. Digər tərəfdən bu qarışıq xətlərin harda başlayıb, harda bitdiyi, hansı xəttin üstünə çıxanda cərimə yazılacağı çoxlarına bəlli deyil. Bu cür qeyri-müəyyənlik sürücülərdə davamlı olaraq cərimə olunmaq qorxusu və çaşqınlıq yaradır. Nəticədə hərəkəti rahatlaşdırmalı olan bu yeni xətlər paytaxt yollarında vəziyyəti daha da xaotikləşdirib və sürücülərin gündəlik yol hesabını bir qədər də artırıb. Sürücüləri qəliz şəraitlə üz-üzə qoymaq olmaz. Hərəkətin təşkili ilə bağlı sadə mexanizmlər daha üstün tutulmalıdır. Çünki bir çox ölkələrin təcrübəsi onu göstərir ki, savadlı sürücülər daha aydın şəkildə bu sadə mexanizmləri qavrayırlar. Qəliz mexanizm olanda sürücünün bunu qavraması, vaxtında qərar verməsi və yaxud da getdiyi istiqamət üzrə düzgün mövqe seçməyi ki, həmin ərazi üzrə manevr edəcək və bu halda qarışıq vəziyyət yaranır. Qeyd edək ki, bu tərz zolaqlar Çin, Yaponiya kimi digər ölkələrdə bir müddətli istifadədədir. Amma ekspertlər bildirirlər ki, Bakı yollarında indiki məqamda bu tərz qəliz yollara və zolaqlara ehtiyac yoxdur. Bu proses mərhələli şəkildə uzun müddətə icra edilməli və əhali bu cür zolaqlara həm öyrəşməli, həm də bununla bağlı sürücülük təlimi kurslarında dərs keçməlidirlər. Cavid İmaməliyev, Rahim Mustafayev, Real.